Salam aleykum əzizlərim. Mən sizə parça üzərində düymə yerinin açılmasını maşın istifadə etməklə necə edə biləcəyimizi göstərmək istəyirəm. Bunun üçün məndə maşın Brazer'dır. Belə bir maşınım var. Evdə istifadə edirəm onu. Və parça üzərində düymə yerlərini açmaq üçün onun 6 dənə burada göstərilən düymə yerlərini açan belə formaları vardı. Mən də o formalardan 27 olanını seçdim və seçməni biz bu düymələr vasitəsilə edirik. 27 seçmişəm və keçirik indi tikişə. Bu Brazer maşınlarında belə bir ayaqlıq olur və bu elə düymələrin yerlərini açmaq üçündür. İndi göstərim. Mənim düyməm bu formadadır. Ayaqlıq özü belədir və onun bu hissəsində açılır. Biraz qabağa belə salıb düyməni yerinə qoyuruq. Və buradan düymə hətta görürsünüz belə sirkələsəm də belə düşməyəcək. Yəni tam yerində oturub. Sonra isə onu bu dəmir hissə bizə tərəf yaxın olmalıdır. Onu salırıq maşına yaxın olan hissəyə. Beləcə. Və 30 dururuq. 30 durduq. Və bir daha bunu göstərmək istəyirəm ki, bu ayaqlığı 30 durandan sonra bizim Brazer maşınlarımızda adətən bu balaca kiçik hissə yuxarıda olur. Belə. Biz onu aşağı salırıq və baxırıq ki, qabaqda bu ayaqlıqda olan bu balaca hissə önə çıxsın. Belə. Önə çıxsın burasında. İndi keçək bu hissəyə. Deməli, düymə yerini açmaq üçün hansı ölçülər bizə lazımdır? Yəni, baxırıq və qeyd edirik. Mən əvvəlcədən özümə yer qeyd etmişdim. Mənim düyməm harada olmalıdır? Bu mark etdiyim hissə düymənin olacağı yerdir. Təqribən, yəni, bu orta hissəsinə düşməlidir. Belə. Mən ona görə düyməni qoydum və onun iki hissəsindən belə xətlər çəkirəm. Çəkəndən sonra belə bir xət keşim var və əvvəlcədən təqribi olaraq mən bu xət keşlə, daha doğrusu dəqiq olaraq bu xət keşlə mənə məsafəni, tikiş yerindən məsafəni qeyd etmişəm. Və yenə də təbaşirlə üstündən çəkmişəm. Bu alınan kəsişmələr bizdə düymə yerini göstərəcək. Düymə yerini açan hissəsini, düymələnən hissəni göstərir. Keçək indi tikişin özünə. Deməli, qeydiyyatları etdik özümüz üçün və baxırıq. Tikiş düymə yerinin dikilişi aşağıdan yuxarıya doğru gedəcək. Ona görə bu ki, birinci ilk bizə yaxın olan kəsişməni bu ayağın altında elə yerləşdirməliyik ki, ayaqda qeyd olunan qırmızı nöqtələr arasında düz düşsün. Yaxından göstərim indi. Yaxından göstərim. Gördüyümüz kimi burada bu göy çəkdiyimiz balaca çərçivə içərisindədir və qırmızı nöqtələr arasındadır. Deməli, lazımı olan yerə gəlmişik. Ayaq hissəsini saldıq aşağı. Bu sapları yana saxlayaq ki, bizə mane olmasın və tikməyə başlayırıq.
beləliklə bitirdik. İndi qaldırıb baxırıq düzmü etmişik ya yox. Və gördüyümüz kimi bizim bu göy mark etdiyimiz təbaşirlə xətt düz bu düymə yerinin ortasına düşüb. Deməli, hər şey düzgün edilmişdi. Videonu bəyəndinizsə bəyənmə düyməsinə basın, kanala abunə olun və tez-tez kanalımıza biz sizə xoş gəldi deyək. Daxil olun, videolarımıza baxın. Təşəkkür eləyirəm. Suallarınızı da inşallah cavablandırarıq. Sağ olun.